Salam, xəbərin brendi günün trendi efirdədir. Bakı vaxtı ilə gecə saat 4 radələrində İsrail İrana hava zərbələri indirməyə başladı. Çək həmlələr! İsrail həmlə کرد به قسمت زنده موشک زدن و احتمالاً کشته داده اینجا مردم داشتن دلیل İsrail İranın bir neçə əyalətini, Təbrizi və paytaxt Tehranı vurub. İsrail İranın mümkün cavab tədbirləri ilə bağlı əhaliyə xəbərdarlıq edib. Ehtiyatda olan hərbçiləri orduya çağırmağa başlayıb. İsrail-İran müharibəsi ilə bağlı sərnişin təyyarələri Bakıya eniş edib. Bu arada İran hava məkanındakı mövcud vəziyyətlə bağlı Azal 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan Bakı-Təl-Əviv, Bakı-Dubay-Bakı, Bakı-Tehran-Bakı aviareysləri təxirə salınıb. İsrailin baş naziri Benyamin Netanyahu xalqa səslənib. Vətəndaşlar sığınacaqlarda uzun müddət qalmalı və ərzaq ehtiyatları toplamalıdır. İran da İsrailə 100-dən çox dron göndərdi. Amma İsrail rəsmiləri İran dronlarının İsrail sərhəddinə çatan kimi məhv edildiyini bildirdi. İsrailin hücumları nəticəsində Xamneyinin müşaviri də daxil olmaqla İranda çox sayda alimlər, generallar evindəcə öldürüldü. İran qisas bayrağını qaldırdı. Bu arada Trump İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olduğunu və İranı İsrailə hücum edəcəyi təqdirdə lazım gələrsə İsrailə dəstək verəcəklərini bildirdi. Yol polisi Saray qəsəbəsində keçirilən yoxlama zamanı Mercedes markalı avtomobildə 600 kiloqram yararsız toyuq ətinin qarşısını aldı. Aşkarladı və qarşısını aldı. Ət Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, məsul şəxslərlə bağlı tədbirlər görülüb. Sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb. Araşdırma zamanı Elməddin Babayevin əvvəlki hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır. Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər. Abşeron rayonunun Xırdalan şəhəri Qələbə küçəsində yaşayan sakinlərin kabusa çevrilən gecələri, hər axşam eyni mənzərə, yüksək musiqi səsləri, şütüyən motosikletlərin gürültüsü. Xaricdən avtomobil sifariş edərkən ehtiyatlı olun, pulunuzu alıb qaça bilərlər. Şəkildə gördüyünüz xaricdən avtomobil gətirməklə məşğul olan Elvin Hüseynovun sosial şəbəkələrdə dələduzluq etməsi ilə bağlı ittihamlar yayılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs axtarışa verilib. Hörmətli tamaşaçılar, günün trendi bu xəbərlə bugünü öz işini yekunlaşdırdı. WhatsApp nömrəmiz var. Gün ərzində sizin başınıza gələn, sizi maraqlandıran və narahat edən bütün məsələlərlə bağlı mövzuları və videoları bizə göndərə bilərsiniz. Xəbər ziyafətimiz yekunlaşdı. Görüşərik, vədimizə sadiq olaq.